Herkese salam. Qısa bir rayon vlogu ilə qarşınızdayım. Ümid edirəm maraqla izləyərsiniz. Sizə xoş izləmələr. Yoldaşım və qızımla bir günlük Qəbələ rayonuna getməyə qərarı aldıq və beləliklə yola çıxdıq. Onu qeyd etmək istəyirəm ki, mən Qəbələ rayonunda doğulub böyümüşəm. Yoldaşım isə İsmayıl rayonunda və biz evləndikdən sonra hal-hazırda Bakıda yaşayırıq. Bir günlük atamgilə əzizlərimizi görməyə gedirik. Səhər evdən tez çıxdığımıza görə heç nə yeyə bilməmişdik və düşündük ki, marketdən atışdırmalıq nələrsə götürək və yol üstü Qayalı adlı bir market var, böyük bir marketdir və biz düşündük ki, oradan şirniyyat və yaxud da atışdırmalıq nələrsə götürək. Sadəcə tez marketə gəlmişdik deyə hələ şirniyyat yeri tam açılmamışdı. Demək olar, nələr şirniyyatlar falan bişirilməmişdi hələ. Belə bir ki, başqa bir şirniyyat aldıq və yolumuza davam elədik. Değerli çekiyor. Arayı çekiyor. Ağaçlar. Yol getdikcə bu mənzərələri çəkməmək həqiqətən mümkün deyildi. Şəhərin səs-küyündən biraz uzaq qalmaq bir günlük də olsa çox yaxşı təsir edirdi insana. Quşların səsi, yaşıllıq, ağaclar həqiqətən həm insanın gözünə oxşuyur, həm insanın sanki ruhu dincəlirdi, beyni sakitləşirdi. Çox gözəl. Yerə çıxmır ağlamlar. Bəlkə xəbərsizsən ağlamlar. Sanki yüreğim çıkacak bağrımdan. Sabrımı sınamana da kanamana belaya, belaya. Sevgini dikkatı döne belaya. Gördüğüm müddeti ele belaya. Ben kızından başkası değil. Tezgise başam belaya. Bir anda yürür belaya. Her şey sana göre belaya. Yok öyle değilim belaya. Bakın belaya, belaya. Hürmeti dikkati döne belaya. Və beləliklə yoldakı bütün mənzərələri izləyə-izləyə gəldik, çıxdıq atamgilin həyətinə. Qardaşım və atamgil birlikdə yaşayırlar və buna görə həm biz qardaşımgili görmüş olduq, həm atam və anamı. Və burada planlaşdırdıq ki, Qəbələdə gözəl dadlı yeməkləri olan bir məkanda gedib əyləşək, hamımız birlikdə. Atam, anam, qardaşımgilin ailəsi və bizim ailəmiz birlikdə yola çıxdıq. Biz artıq gəlib çatdıq. Həmin bu məkan Qəbələdə Qaradok yolu deyə bir yer var, orada yerləşir. Həqiqətən çox gözəl bir mənzərəsi də var idi. Bayırda oturmaq üçün masaları da qoyulmuşdu. Sadəcə hava çox soyuq olduğuna görə biz kabinetdə əyləşməyə qərar aldıq. Yəni həm hava şəraitinə uyğun, həm də belə dadlı yeməklərinə görə çox gözəl bir məkandır. Və belə hamımız birlikdə çox gözəl bir vaxt keçirdik. Dedik, güldük, şəkillər çəkdirdik. Belə bir məkanın dadlı yeməklərindən daddıq. Həqiqətən çox ləzzətli bir yeməkləri var idi. Biz bura bir neçə dəfə gəlmişdik öncədən və bu dəfə də gəlib bu gözəl dadlı yeməklərdən dadmaq istədik. Və sonda isə belə bir samavar çayı gəldi və biz buna yox deyə bilməzdik əlbəttə. Biz çıxanda isə yağış başlamışdı artıq. Rayon havası dəhşət soyuq olur. Biz Bakıdan gedəndə çox əynimiz nəzik geyinmişdik, amma rayonda isə hava dəhşət soyuq idi.
Və beləliklə bir gün bitdi. İzlədiyiniz üçün hər birinizə təşəkkürlər.